Bakıda fiziki imkanları məhdud yaradıcı insanların əl işlərinin sərgisi nümayiş olunub. Sərgiyə ümumilikdə 25 müəllifin 300-ə qədər əsəri çıxarılıb. Xalça Muzeyində keçirilən sərgidə kiçik yaşlı uşaqlardan tutmuş 55 yaşına da fiziki imkanları məhdud yaradıcı insanları görmək mümkün idi. Satışların təşkil edir ki, hər ay müxtəlif bir sahə yerlərdə ki, bunlar həm də öz əl işlərinin bəhrəsini görsün və da işlərini daha da genişləndirsin. İstər əl işləri ilə bağlı, istər konsert proqramı, yəni əl arabasında oturan insanların müğənni həmkarlarımız var ki, onlar evdədir. Evdən çölə çıxmaq istəmirlər. Hansısa bir qapanıblar. Bizim məqsədimiz bunları evdən çölə çıxartmaq. Sərginin əsas məqsədi isə əlillərin cəmiyyətlə əlaqəsini təmin etmək, istedad, bacarıq və qabiliyyətlərini üzə çıxarmaq, onların sosial rifahlarının yaxşılaşdırılmasına mənəvi və maddi dəstək olmaqdır. Sərgidə rəsm əsərləri, toxuma, taxta üzərində oyma işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. 93-cü ildən mən özüm əvvəlcədən məşğul olurdum. Prosta 93-cü ildən gələndən bəri Azərbaycanın xalçaçılıq sənətini yaşatmaqdan ötəri, Azərbaycana az da olsa gücüm çatdığı qədər təmsil etməkdən ötəri bu işinə məşğulam. Əlillərin ifasında musiqi nömrələri və səslənən bir-birindən maraqlı mahnılar tədbirdə xoş ovqat yaratdı. Sonda Xalça Muzeyi tərəfindən iştirakçılara fəxri fərmanlar və diplomlar təqdim olundu. İlqar Qulusoy, Elşad Məmmədov, Lider TV.